Salam, belə bir sual paylaşmışdıq. Quruluşca fərqli olan sözdə yazılışı ilə tələffüzü eyni olan kar samit hissəsi onun qarşılığı ilə əvəz etsək, quruluşca hansı növdə olan söz alınır? Baxaq sözlərə. Qovuşdur. Sözün kökü nədir? Qovuş, qovuşmaq feili. Deməli, bu söz düzəltmədir. Bəhbəh mürəkkəbdir. Düzəltmə, mürəkkəb. Daimgil, leksik var. Düzəltmə, köymək, sadə, saxla, tı. Tı var burada. Düzəltmə, həddidur, mürəkkəb. Deməli, buradakı sözlər ya düzəltmədir, ya da mürəkkəbdir. Bir dənəsi fərqlidir, sadə. Heç, yəni köynək sözündən başqa sadə söz yoxdur burada. Ona görə də biz köynək sözünə baxmalıyıq. Köynək sözünün tərkibindəki kar samitlər k və xışdırıq. Yazılışı ilə deyilişə eyni olan birincisidir. Bunun qarşılığı ilə əvəz etsək, yəni k əvəzinə g yazsaq, nə olacaq? Köynək olacaq göynək. Göynək. Həmin söz quruluşca hansı növdədir? Göynək sözü quruluşca düzəltmədir. Göynə sözündəndir. Az işlənən bir sözdür. Deyir ki, məsələn, ürəyimdə göynək var. Xumarın mahnısında da var bu şey. Çox adam elə köynək başa düşür onu. Əslində göynəkdir o söz. Gecenin leylinde gece köyneği, yakamın altında sinek köyneği. Gecenin leylinde gece köyneği, yakamın altında sinek köyneği. Deməli, bu söz düzəltmə olacaq. Düzgün cavab, deməli, düzəltmə. B variantı. Düzek süfremize ne varsa düzek, gelin gecede bir bade süzek, bir bade süzek, bir bade süzek. Açın aynaları, açın kapını, yolsun belki yolsun saçını. Açın aynaları, açın kapını, yolsun belki yolsun saçını.